Salam, axşamınız xeyir. 24 News izləyiciləri. Günün vacib məsələləri ilə xəbər vaxtı efirdədir. Keçək vacib məsələlərin təfərrüatlarına. Ötən gün Türkiyənin Kaxet bölgəsinin Siğnağ ərazisində qəzaya uğrayan hərbi yük təyyarəsinin bugün qara qutusu tapılıb. Bildirilib ki, təyyarə qəzasının səbəbi araşdırılmadan sonra müəyyən ediləcək. Bununla yanaşı qəzaya uğrayan hərbi yük təyyarəsində həlak olan 20 hərbçidən daha birinin nəşi tapılıb. Bununla da nəşi tapılan hərbçilərin sayı 19 nəfərə çatıb. Qeyd edək ki, 24 News əməkdaşları qəzanın baş verdiyi Siğnağ ərazisində olublar və burada təyyarənin parçalarının dağıldığı yerlərə baxış keçiriblər. İndi həmin görüntülər və reportajı sizə təqdim edirik. Hazırda biz ötən gün Türkiyəyə məxsus hərbi təyyarənin qəza etdiyi əsas ərazidən təxminən 2-3 kilometr uzaqlıqda bir məsafədəyik. Bura kadrlardan da görəcəyiniz kimi geniş bir ərazidir. Olduğumuz ərazidə təxminən təyyarəyə məxsus 7-8 qallığı biz müşahidə edə bilirik. Eyni zamanda yanımda kadrdan da görəcəyiniz kimi müəyyən etmək mümkün deyil. Qanad və yaxud quyruq hissəsi ola bilər, buraya düşübdür. Hal-hazırda onu qeyd edim ki, gecədən səhərə qədər Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas etmə axtarış qrupları tərəfindən tədbirlər aparılıbdır. Təəssüflər olsun ki, gecədən səhərə qədər polis əraziyə nə media nümayəndələrini, nə də kənar bir şəxsləri buraxmır ki, aparılan işlərə hər hansı bir maneəçilik törədilməsin. Eyni zamanda izləyicilərimiz üçün onu da qeyd edim ki, ərazidə Türkiyəyə məxsus pilotsuz uçuş aparatı tərəfindən müşahidələr aparılır, qalıqlar axtarılır. Həmçinin səhər saatlarında Türkiyədən gələn mütəxəssislər tədqiqat aparmaq üçün təyyarəyə məxsus qalıqların Türkiyə aparılmasında iştirak edirlər. Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin qara qutusu Türkiyədə oxunacaq. İstanbul Altınbaş Universitetinin dosenti, ehtiyatda olan polkovnik Eray Güclüər Türkiyə mətbuatına müsahibəsində qeyd edib ki, qəzanın xarici faktorlardan çox təyyarənin daxilindəki ani texniki nasazlığın səbəb ola biləcəyini, təyyarənin transponder sistemi ilə təcili siqnal göndərməməsinin isə ani nasazlıq və ya pilotların huşunu itirməsi nəticəsində ola biləcəyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan baş tutan AK Partiyanın genişləndirilmiş vilayət sədrləri ilə iclasında qeyd edib ki, Türkiyə ilə birlikdə Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib. O, həmçinin qəzaya uğrayan təyyarənin qara qutusunun tapıldığını və incələmələrə başlanıldığını da açıqlayıb. Türkiyə dövlət başçısı xalqı dezinformasiyadan yayınmağa, vaxtaşırı bütün lazımi məlumatları ictimaiyyətlə rəsmi kanallar vasitəsilə bölüşdüklərini, xalqı yalan yarımçıq rəsmi olmayan məlumatlara inanmamağa çağırıb. Uçağımızın kara kutusu bulunmuş, incelemeler başlatılmıştır. Şehitlerimizin 19'unun naaşına ulaştık. Son naaşımızı arama çalışmalarımız sürüyor. Sahadaki çalışmalar an be an takibimizdedir. Gerekli incelemelerin titizlikle yapılarak olayın tüm boyutlarıyla aydınlığa kavuşturulmasını temin edeceğiz. Milli Savunma Bakanlığımız ve İletişim Başkanlığımız düzenli bir şekilde kamuoyumuzu bilgilendiriyor. Bunu devam ettirecekler. Milletimizden yalanlara, manipülasyonlara
ve dezenformasyonlara karşı uyanık olmalarını özellikle rica ediyorum. Bilhassa sosyal medyada kirli siyaset uğruna böyle bir hadiseyi istismar edecek kadar alçalanlara prim vermemelerini istirham ediyorum. Maliyyə naziri Laşa Xoçişvili 2026-cı il üçün büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, 2026-cı ildə dövlət qulluqçularının polis və əskərlərin maaşlarında 10% artım nəzərdə tutulub. O da qeyd olunub ki, 2026-cı ildə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi üçün 3,5 milyard laridən çox müdafiə infrastrukturunun və imkanlarının inkişafı üçün isə 445 milyon lari ayrılıb. Cari ilin noyabrın 15-də Marneulova 2025 keçiriləcək. Marneuli Bələdiyyəsi meriyası tərəfindən təşkil olunan və müxtəlif fəallıqların yer alacağı xalq bayramı Marneulinin girişində yenə də Böyüyəcəklər abidəsinin ətraf ərazisində baş tutacaq. Meriyanın inzibati bölmə rəhbəri Mamuka Şubitidzenin xəbər portalımıza verdiyi açıqlamaya əsasən konsertə gəlmək istəyən vətəndaşlar üçün munisipal nəqliyyat pulsuz xidmət göstərəcək. Mən əhalimizə müraciət edirəm. Gəlin xalq bayramını birlikdə qeyd edək. Marneulova artıq 3-cü dəfədir ki, keçirilir və bunu da qeyd edim ki, hər bir inzibati vahidliklərdən bayram konsertinə gəlmək üçün bələdiyyə nəqliyyatı əhaliyə pulsuz xidmət edəcək. Tədbir noyabrın 15-də saat 12:00-da Marneulinin girişində, yenə də Böyüyəcəklər abidəsinin ətraf ərazisində baş tutacaq. Axşam saat 19:00-dək davam edəcək. Erkən və məktəbəqədər təhsil müəssisələri üçün icazə müddətinin 4 ildən 6 ilə qədər artırılması planlaşdırılır. Qanun layihəsini hazırlayan Təhsil və Elm Nazirliyinin açıqlamasına görə səlahiyyət müddətinin uzadılması həm erkən, həm də məktəbəqədər təhsil müəssisələrinin, eləcə də Milli Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzinin inzibati yükünü azaldır. Onun sözlərinə görə 6 illik dövr müəssisələrə sabitlik və proqnozlaşdırıla bilənlik təmin edir ki, bu da onlara uzunmüddətli inkişafa diqqət yetirməyə imkan verəcək. Nazirliyin məlumatına görə son tarixdəki dəyişiklik mərkəzə resursları səfərbər etməyə və islahat çərçivəsində qarşıya qoyulmuş məqsədə diqqət yetirməyə, Gürcüstandakı bütün erkən və məktəbəqədər təhsil müəssisələrinə səlahiyyət verməyə imkan verir. Çatayev və onun cinayətkar qrupu ilə bağlı 2017-ci ildə başlanmış istintaq çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi, Dövlət Təhlükəsizlik Xidməti Tel Aviv Bələdiyyəsinin Leçuri kəndi yaxınlığında gizli silah anbarı aşkar edib. Məlum olub ki, qrupun döyüş materiallarının bir hissəsi illər boyu göstərilən yerdə saxlanılıb. Əməliyyat zamanı ambarda odlu silah, 5 daraq, 161 patron, 3 əl qumbarası, müxtəlif növ partlayıcı maddələr, o cümlədən trotil, həmçinin ilkin tibbi yardım vasitələri tapılıb. İstintaq Cinayət Məcəlləsinin 323-cü, 331-ci prima, 344-cü, 328-ci və 236-cı maddələr üzrə aparılır. Gürcüstan prokurorluğu tərəfindən bugün elan olunan brifinqdə Gürcüstanın baş prokuroru Georgi Qvarakidze, keçmiş baş nazir və Gürcüstan Naminə Qaxariya partiyasının lideri Georgi Qaxariya qarşı cinayət işinin açılması ilə bağlı açıqlama verdi. Cinayət işi 20-21 iyun 2019-cu il parlament binasının ərazisində keçirilən etiraz aksiyası zamanı 2 nəfərdən çox insana qəsdən ağır xəsarət yetirmə faktları və dövlət siyasi vəzifəsi tutan şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları ilə bağlıdır. Georgi Qaxariya Gürcüstan Cinayət Məcəlləsinin 25-ci, 117-ci maddələrinin 3-cü hissəsinin M yarımbəndi və 333-cü maddəsinin 2-ci hissəsi ilə ittiham olunur ki, bu da cəza növü və tədbiri kimi 13 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Əziz izləyicilərimiz, bugünə olan xəbər vaxtımız sona çatdı. Sağlıqla qalın.